Salam dostlar, intervyuda IPsec-ə aid verilə biləcək sualları bu videoda cavablandıracağım. IPsec-in açılışı nədir? IPsec-in açılışı internet protokol security-dir. IPsec-in məqsədi nədir? IPsec məxfiliyi, bütövlüyü, autentifikasiyanı təmin edir və etibarsız şəbəkələr üzərindən təhlükəsiz məlumat ötürülməsini təmin edir. IPsec-in əsas təhlükəsizlik xidmətləri hansılardır? IPsec-in əsas təhlükəsizlik xidmətləri bunlardır: Confidentiality, Integrity, Authentication. Confidentiality məlumatı şifrələyərək qoruyur. Integrity hashing vasitəsilə məlumatın dəyişdirilmədiyini təmin edir. Authentication göndərənin kimliyini təsdiqləyir. IPsec-ə aid protokollar hansılardır? IPsec-ə aid protokollar bunlardır: Authentication Header və Encapsulation Security Payload. Authentication Header autentifikasiya və bütövlük təmin edir, lakin şifrələmə təmin etmir. Encapsulation Security Payload autentifikasiya və bütövlük təmin edir və məxfilik üçün məlumatı şifrələyir. Authentication Header ilə müqayisədə niyə Encapsulation Security Payload daha yaxşıdır? Encapsulation Security Payload şifrələmə təmin edir. Authentication Header yalnız məlumatın autentifikasiyasını həyata keçirir və şifrələmə təmin etmir. Buna görə ötürülən məlumatın qorunması üçün Encapsulation Security Payload daha uyğun seçim hesab olunur. IPsec-in modları hansılardır? IPsec-in modları bunlardır: Transport mod, Tunnel mod. Transport mod IP paketinin yalnız payload hissəsini şifrələyir. Tunnel mod bütöv IP paketini şifrələyir. Transport modda IP ID şifrələnirmi? Transport mod yalnız payload şifrələyir və orijinal IP başlığını şifrələmir. IPsec-in hansı modunda IP ID və payload şifrələnir? Tunnel mod bütöv IP paketini şifrələyir, yəni ki, orijinal IP başlığını və məlumat hissəsini şifrələyir. Tunnel mod site-to-site VPN-lərdə geniş şəkildə istifadə olunur. Internet Key Exchange nə üçündür? Internet Key Exchange IPsec bağlantıları üçün təhlükəsiz açar mübadiləsini idarə edir. Phase 1 nə üçündür? Phase 1-də autentifikasiya olunmuş və şifrəli kanal qurulur. Başqa sözlə, Phase 2 üçün təhlükəsiz kanal qurulur. Phase 2 nə üçündür? Phase 2 real məlumatların qorunaraq ötürülməsi üçündür. Phase 2-də IPsec tuneli yaradılır. IK version 1-in hansı modları var? IK version 1-in main mod və agressiv modu var. Main mod 6 mesaj mübadiləsi ilə qurulur. Agressiv mod isə 3 mesaj mübadiləsi ilə qurulur. Main mod ilə müqayisədə agressiv mod daha sürətlidir. Çünki agressiv modda daha az paket göndərilir. Main mod agressiv moddan daha təhlükəsizdir. IPsec VPN-lərdə IK version 2 niyə IK version 1-dən daha üstündür? IK version 2 daha yaxşı təhlükəsizlik və daha sürətli əlaqə qurulmasını təmin edir. IK version 2 IK version 1-ə nisbətən daha yaxşı şifrələmə dəstəyi, daha sürətli açar mübadiləsi və hücumlara qarşı daha güclü qorunma təmin edir. Bu da onun müasir VPN-lər üçün daha səmərəlidir. VPN-in əsas növləri hansılardır? VPN-in əsas növləri bunlardır: Remote Access VPN, Site-to-Site VPN. Remote Access VPN istifadəçilərə istənilən yerdən iş şəbəkəsinə təhlükəsiz şəkildə qoşulmağa imkan verir. Site-to-Site VPN isə şirkətlərin şəbəkələrini bir-birinə bağlayır və onların təhlükəsiz şəkildə əlaqə saxlamasını təmin edir. Ümid edirəm ki, bu videodakı sualların cavabları intervyudan keçməyinizə kömək olacaq.